Salam əziz şagirdlər. Bu gün biz 8-ci sinif kimya dərsliyində 4.3 və 4.4 mövzularının başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə gəlin 4.3-dəki suallara baxaq. Bir topa ip açıq havada və kolbanın içərisində yandırılır. İp açıq havada daha böyük alovla yanır. Sizcə bunun səbəbi nədir? Uşaqlar, biz şəkillərdən də görürük ki, birinci halda ipi açıq havada yandırıb, ikinci halda sınaq şüşəsinin içərisində yandırıb. Uşaqlar, ipin açıq havada daha böyük alovla yanmasının səbəbi təbii ki, oksigen qazı olacaq. Çünki oksigen qazı yanmaya kömək edən qazdır. İkincidə isə görürük ki, ipi sınaq şüşəsinin içərisində yandırıblar. Təbii ki, sınaq şüşəsinin içərisində oksigen qazı daha az olacaq. Oksigen qazı daha az olduğuna görə ikinci daha zəif alovla yanacaq. İkinci suala baxaq. Eyni kütləli kalsium karbonatın eyni həcmli və müxtəlif qatlıqlı xlorid turşuları ilə iki reaksiyasının qrafiki verilmişdir. Əvvəlcə suallara keçməmişdən qabaq bizə verilib uşaqlar kalsium karbonat, xlorid turşusu reaksiyaya daxil olur. Reaksiya nəticəsində alınacaq kalsium xlorid, karbon qazı və su. İndi bizdən nə istəyir? Onlara baxaq. Hansı reaksiya daha sürətli baş vermişdir? Cavabımızı əsaslandırın. Gəlin baxaq uşaqlar. Buna iki cür baxa bilərik. Biz görürük ki, biz nə görürük? Görürük ki, A-nın B-dən daha şaqulidir. A B-dən daha şaquli olduğuna görə deməli A B-dən daha sürətli olacaq. Və yaxud da uşaqlar, bunu belə görə bilmiriksə, gəlin belə baxaq. Məsələn, ayrılan qazın həcminə görə müqayisə eləsəm, tutaq 20 saniyədə götürürəm. 20 saniyədə görürəm ki, A-dan ayrılan qazın həcmi nə qədərdir uşaqlar? 4 kub santimetrdir. B-dən ayrılan qazın həcmi isə 3 kub santimetr olacaq. Bu deməkdir ki, A-da reaksiya daha sürətlidir ki, ayrılan qazın həcmi də neyinibdir? Daha çox olubdur. Yəni, sürəti də müqayisə eləsək, yenə də biz deyirik ki, A B-dən daha sürətli olacaq. B-yə baxaq. B-də görək nə deyir bizə? Hansı reaksiya daha qısa müddət ərzində baş vermişdir? Baxaq. Reaksiyanın sürəti və ona sərf olunan zaman arasında hansı asılılıq vardır? Uşaqlar, gəlin baxaq. A-nı nə görürük? A-nı görürük ki, sıfırdan başlayır, gəlir, 80-ci saniyədə neyinir? Onun reaksiya müddəti bitir. Baxın, çünki ondan sonra artıq bir dümdüz xətlə irəliləyir. Ümid edirəm ki, bunu ayrı eləyə bilirsiniz. Buna görə də A-nın baş verib bitmə müddəti 80 saniyə olacaq. B-ni isə sən gəlsək müqayisə isə bu da gəlir, neyinir uşaqlar? Baxın, 140-cı saniyədən sonra artıq dümdüz davam elədiyinə görə B-nin də bizdə bitmə müddəti olacaq 140 saniyə. İndi bizdən nə istəmişdi? Hansı reaksiya daha qısa müddət ərzində baş vermiş deyirsə uşaqlar, təbii ki, A daha qısa müddət ərzində baş verəcək. Çünki 80 saniyə ərzində baş verdi. Reaksiyanın sürəti və ona sərf olunan zaman arasında hansı asılılıq vardır? Uşaqlar, reaksiya nə gördük? Gördük ki, reaksiya sürətli gedəndə daha az zaman sərf olundu. Biz bunu A-dan da gördük. A-da nə oldu? A-da deməli reaksiya o qədər sürətli imiş ki, daha az zaman sərf olundu. Yəni, reaksiya daha sürətli baş verdiyinə görə 80 saniyə ərzində neynədir? A-nın bitməsi baş verdi. İndi bizdən asılığı soruşursa, deməli nə olacaq uşaqlar? Tərs asılı olacaq. Çünki daha sürətli olanda daha az zaman sərf olundu. Asılıq da olacaq tərs asılı. Tərs asılı. C-yə baxaq. Hansı qabda turşunun qatlığı daha çoxdur? Uşaqlar, A-da reaksiya daha sürətli getdiyinə görə qatlıq da neynəyəcək uşaqlar? Daha böyük olacaq. Yenə A B-dən qatlıqca böyükdür. D-yə baxaq. Nə üçün reaksiyanın sonunda hər iki qabdan ayrılan qazın həcmi bərabər olmuşdur? Əla. İndi baxın uşaqlar. Biz reaksiyanı yazanda nə dedik? Kalsium karbonat, hidrogen xlorid rəngi getdi. Bizdə hər iki reaksiya üçün aiddir bu. A və B üçün də aiddir uşaqlar. Kalsium karbonat, hidrogen xloridlə reaksiyaya daxil oldu. Kalsium xlorid alındı, karbon qazı alındı və su alındı. Biz gördük ki, A-da da B-də də reaksiya tamamilə baş verib bitdi. Yəni, hər iki qabda da kalsium karbonatın kütləsi neynədir? Eyni oldu. Reaksiyaya girən kalsium karbonatın miqdarı da eyni olduğuna görə də reaksiyanın sonunda ayrılan uşaqlar karbon qazının da miqdarı neynəyəcək? Eyni olacaq. Yəni, hər iki qabda da karbon qazının həcmi eyni oldu. İndi bizdən hər iki qabdan ayrılan qazın həcmi nə üçün bərabər olduğunu soruşur. Uşaqlar, niyə bərabər olur?
Biz bilirik ki, turşunun qatlığı yalnız reaksiya sürətinə təsir edə bilər. Yəni əmələ gələn qazın hər hansı bir miqdarına onun təsiri yoxdur. Əmələ gələn qazın miqdarına təsir olmadığına görə biz də az öncə də qeyd elədim ki, CO2 qazının həcmi hər iki qabda da eyni oldu. Yəni bunu ümumiləşdirsək deyə bilərik ki, turşunun qatlığı yalnız reaksiya sürətinə təsir edə bilər, əmələ gələn qazın miqdarına təsir edə bilməz. Y variantına da baxaq. A reaksiyasında ayrılan qazın həcminə görə onun orta sürətini hesablayın. Aha, gəlin hesablayaq uşaqlar. Biz orta sürətin düsturu necə yazmışdıq? V orta bərabərdir. Alınan maddənin ümumi həcm yazıram. Alınan maddənin ümumi həcmi bölünsün nə uşaqlar? Zaman. Sərf olunan zaman. İndi bizdən A-nın həcmini bir də sərf olunan zamanını tapmalıyıq. Gəlin baxaq uşaqlar. Bunun üstündən silirəm. Nə görürəm? Görürəm ki, A-nın az öncə də zaten sərf olunan həcmi neçə saniyə qeyd elədik uşaqlar? 80 saniyə qeyd elədik. Aşağıya yazıram 80 saniyə. 80 saniyə müddətində bitdi. Ayrılan qazın həcmini buradan götürsək təxmini uşaqlar. Buradan götürsəm 5/5 olar. Yəni həcmi də yazdım 5/5. 5/5-i də 80-ə bölsək, bircə dəqiqə bölüm. Alınar 0,068. Bu da sərf olunan nə oldu uşaqlar? Orta sürətini, həcmi böldük zamana, buradan da orta sürətini tapmış olduq. Gəlin indi öyrəndilərinizi yoxlayana da baxaq. Reaksiya sürətinə qatlılıq necə təsir edir? Gündəlik həyatda baş verən bir reaksiya üzərində bu qanuna uyğunluğu izah edin. Uşaqlar, reaksiya sürətinə qatlılıq necə təsir edir? Biz qeyd eləmişdik ki, dərsin içərisində reaksiyaya daxil olan maddələrin qatlığı artdıqca reaksiyanın sürəti də artırdı. Məsələn, biz baxın az öncə də gördük. Neynədir? Əgər oksigen qazı çox olursa, yanmanın özü daha sürətli baş verdi. Və yaxud da başqa bir misal kimi xloru aid edə bilərəm. Xloru ağ bir ləkəli bir köynəyin üzərinə, yəni onda yuyanda, xlorlu bir suda yuyanda, xlorlu məhlul özü ləkələri neynir? Daha sürətli çıxardır. Nəinki adi suda yuyanda sürətli çıxmırsa, amma xlorlu məhlulda ləkələr daha sürətli çıxır. Və yaxud da biz dəmiri rütubətli olan yerlərdə məsələn qoysaq, orada daha tez paslanma baş verəcək. Yəni reaksiyanın sürətinə qatlılıq necə təsir edir deyirsə, qatlılıq artdıqca reaksiya sürəti də artacaq. İkinciyə baxaq. A və B qablarında amoniakın alınma reaksiyası baş verir. Hər iki qabda şərait eyni olarsa, hansı qabda reaksiya daha sürətli baş verər? Baxaq uşaqlar. Biz nə görürük? Görürük ki, A-dakı zərrəciklərin sayı B-dəki zərrəciklərin sayından daha azdır. Məhlul qatı olduqda da zərrəciklərin sayı artırdı. Bizdən indi hansının hər iki qabda şərait eyni olarsa, hansı qabda reaksiya daha sürətli baş verər? Uşaqlar, biz nə görürük? Biz gördük ki, B-də zərrəciklərin sayı çoxdur. B-də deməli qatlılıq da çox imiş ki, zərrəciklərin sayı da çoxdur. B-də qatlılıq çox olduğuna görə reaksiya da daha sürətli baş verəcək. Yəni, hansının daha sürətli olduğunu soruşursa bizdən uşaqlar B A-dan daha sürətli olacaq. Ümid edirəm ki, aydın oldu uşaqlar. Gəlin indi 4.4-dəki suallara baxaq. Kimyəvi reaksiya zamanı zərrəciklərin toqquşması sxemi verilmişdir. Hansı istiqamətdə temperatur artırılmışdır? Hansı istiqamətdə reaksiyanın sürəti azalır? Hansı istiqamətdə temperatur artırılmışdır? Gəlin baxaq şəkillərə uşaqlar. Biz nə görürük? Biz dərsi öyrənərkən qeyd eləmişdik ki, temperatur artdıqca reaksiyanın sürəti də artırdı. Yəni bu nə deməkdir? Temperaturun artırılması zərrəciklərin daha sürətli hərəkət eləməsinə və toqquşmasına səbəb olurdu. Biz də nə görürük? Biz də görürük ki, baxın, bir istiqamətində, yəni bu istiqamətdə neynibdir? Zərrəciklər bir-birləri ilə daha çox toqquşubdur. Zərrəciklər bir-birləri ilə daha çox birləşibdir. Buna görə də bir istiqamətində nə olacaq? Bizdən temperaturun artıldığını soruşursa, bir istiqamətində daha yüksək temperatur var imiş ki, reaksiya daha sürətli baş verib ki, zərrəciklər də bir-biri ilə daha sürətli şəkildə toqquşubdur. Deməli, A-da olacaq bir istiqamətində. İkincidə nə deyir? Hansı istiqamətdə reaksiyanın sürəti azalır? Uşaqlar,
Eyni ilə tərsi kimidir bu. 2 istiqamətində nə edəcək? Azalacaq. Çünki nə olubdu? Temperatur daha az olduğu üçün reaksiyanın sürəti də az olubdu. Yəni zərrəciklər nə edibdi? Daha az bir-birləri ilə birləşibdi. Buna görə də reaksiyanın sürəti azalar deyirsə, ikinci istiqamət olacaq. Nə üçün isti havada ərzaq məhsulları tez xarab olur? Fikrinizi əsaslandırın. Ərzaq məhsullarının xarab olmağının səbəbi uşaqlar, temperatur artır. Temperatur çox olduğuna görə reaksiyada nə olur? Bakteriyalar daha çox çoxalır. Yəni isti havada bakteriyalar daha çox çoxalır. Bakteriya daha çox olduğuna görə qida artıq nə edəcək? Tez şəkildə xarab olmağa başlayacaq, tez şəkildə turşuyacaq, dadını dəyişəcək, iylənməyə başlayacaq. Yəni bakteriyaların çox olmağı isti havada məhsulların xarab olmağına gətirib çıxardacaq, həmçinin kimyəvi proseslərin də sürətlənməyinə gətirib çıxarır ki, bunun nəticəsində də ərzaqlar daha tez xarab olur. 20 və 50 dərəcədə aparılmış reaksiyada əmələ gələn qazın həcminin zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik 20 dərəcədə aparılmış təcrübəni əks etdirir? Gəlin baxaq uşaqlar. Nə deyir? 20 və 50 dərəcədə aparılmış reaksiyaya gələn qazın həcmi. Deməli uşaqlar, biz nə demişdik? Demişdik ki, temperatur çox olanda reaksiya daha sürətli baş verirdi, molekulların toqquşması daha sürətli baş verirdi. İndi bizdən hansı qrafik 20 dərəcədə aparılmış təcrübəni əks etdirəcək deyir? Uşaqlar, 20 dərəcədə aparılmış qrafik hansı olacaq uşaqlar? Təbii ki, ikinci olacaq. Niyə ikinci olacaq? İkinci olmağının səbəbi odur ki, yüksək temperaturda reaksiya daha sürətli gedir. İkinci qrafikdə görürük ki, temperatur daha aşağıdır ki, uşaqlar daha gec baş verib. Yəni, birinci qrafik nə edibdir uşaqlar? Daha sürətli baş veribdir. İkinci qrafik isə temperatur daha aşağı olduğuna görə daha gec baş vermiş olacaq. Burada yazdım ikinci. Hansı qrafik sürətlə baş verən reaksiyanı əks etdirəcək? Yüksək temperaturda reaksiya daha sürətli baş verirdi. Deməli, birinci qrafik nə edəcək uşaqlar? Daha sürətlə baş verən reaksiyanı əks etdirəcək. Cavabımızı əsaslandırında ondan ibarətdir ki, az öncə də qeyd elədik ki, temperatur çox olanda reaksiya daha sürətli baş verdi və molekulların toqquşma sürəti də daha sürətli olacaq. Ümid edirəm ki, izahımız aydın oldu. Daha çox videoların gəlməsi üçün, kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, fikirlərinizi bildirməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.